Her vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Doğma kanalımızın efirində tam səmimi. Saat 12-dən 2-yə qədər canlı efirdə işinə gücünə başladı. Bizə uzaqdan, yaxından, uzaqdan, hardan baxmağınızdan asılı olmayaraq bizim dəyərli, sevimli, hörmətli, izzətli tamaşaçılarımız. Həqiqətən yaxşı ki varsınız. Bugün də maraqlı insanlarla, maraqlı qonaqlarımla 2 saat ərzində həm söhbət olacam, gözəl ifalarını dinləyəcəksiniz. Hər halda, belə deyim də, Çılqandı da dağılıb, nə olub, külək vırıb, bunlar öldürüblər məni. Valla. Göz olmuş ciğerlerim kanıyor, evlerinde lambaları yanıyor. Göz olmuş ciğerlerim kanıyor, beni gören deli olmuş sanıyor. Ölürüm de ayrılamam yar senden, beni gören deli olmuş sanıyor. Ölürüm de ayrılamam yar senden, ölürüm de ayrılamam yar senden. Evlerinde lambaları yanıyor, göz olmuş ciğerlerim. Əziz tamaşaçılarımız, zəng vurmağı da yaddan çıxartmayın bizə. Nömrələrimizi bilirsiniz. Valla, əlaqə nömrələrimizi Orxan təqdim edir. Orxan burada olanda mütləq biz tamaşaçılarımıza alo deməyə alışmışıq. İnşallah bugün də tamaşaçılarımızdan danışacağıq. Qonaqlarım buradadır. Yavaş-yavaş təqdim edeyim, dəvət edeyim, gəlib əyləşsin. Hələ ki, deməli bizim idmançı dostumuz Sərhəd Quliyev buradadır. Sabahın xeyir olsun Sərhəd. Hazırsan mikrofon? Gəl. Maşallah, maşallah. Necəsən, nə var, nə yox? Sağ ol, yaxşı olasın. Vəziyyət necədir? Təşəkkür edirəm, İş, çox sağ ol. güc. Hər şey öz qaydasında. Yaxşıdır hər sağ şey. ol, sən O ki görüm, haralardasan? Getdiniz xarici ölkəyə o dəfə qızınızla. Necə getdiniz, necə gəldiniz? Yaxşı oldu. Biz əgər xarici ölkəyə gediriksə, vətənimizi təmsil eləməyə gedirik. Çempion olub qayıdırıq. Çempion oldunuz bu dəfə də? Bəli, çempion olduq, qayıdırıq. Kəmər də vardı sizdə? Bəli, bəli, kəmər də Kəmər var. neçənci ildə qazanmışsan? İlk kəmər 2013-cü ildə. Neçə kəmər var ki? 25 dənə. Profesional döyüşlərdən də. Deməli, peşəkar döyüşlərdən 25 kəmər ölkəmizdə. Bax, bu idmançımızdadır. 25 kəmər. Ən çox kəmər kimdə var, bilmirsən ölkədə? Hər bir klubun özünə görə idmançıları var, hər bir çəkinin öz yaxşı, ölkəmizdə də yaxşı idmançılarımız var. Onların da yaxşı kəmərləri var, yaxşı liqalarda gedib vuruşurlar, onlar da çempion olacaq. Axırıncı harda oldu? Türkiyədə oldu. Türkiyədə. Beynəlxalq Döyüş Sənədləri Təşkilatının dünya çempionatı idi. Çox güclü idmançılarımız var idi orada, həm də başqa ölkələrdən də yaxşı idmançılar gəlmişdilər. Komanda olaraq getmişdiniz. Bəli, komanda, Azərbaycan komandası olaraq Neçənci getmişdik. çıxdın? Birinci yerə çıxdım. Ay maşallah, kəşke görüntülər də gətirərdin. Bizim bugün 2 nəğməli qonağımız var, birazdan xanım da gələcək, amma biri hal-hazırda buradadır. Sevimli müğənnimiz Şamil Mustafayev buradadır. İfası ilə dəvət edək Şamil müəllimi, ardınca reklamlara ayrılaq ki, o birisi qonağımızdan da inşallah ki qaydarıq. Şamil müəllim, xoş gəldiniz, sabahınız xeyir. Yaşadım necəməm, xərcləmişəm ayımı, ilimi yecəməm. Bilmirəm heç ömrümü, yaşadım necəməm, xərcləmişəm ayımı, ilimi yecəməm. Çəkməyə, könlümün bağında dikan əkməyə. Bu qədər əzamın dərdmi çəkməyə, könlümün bağında dikan əkməyə.
yaşadım necə mən xərcləmişəm ayımı, ilimi yecəməm. Bilmirəm heç ömrümü yaşadım necə mən xərcləmişəm ayımı, ilimi yecəməm. Üzümə gülmürsə açılan sabah, nə etdim nə olub ömrümə günah. Üzümə gülmürsə açılan sabah, nə etdim nə olub ömrümə günah. Mənim bəxtim sənə olubsa ya, nə üçün gəlmişəm dünyaya Allah. Mənim bəxtim sənə olubsa ya, nə üçün gəlmişəm dünyaya Allah. Ağarmış bir sansan dilimdə mənim, yarımşıq nəğməsən dilimdə mənim. Bu ömrə ağlayır ilimdə mənim, nə üçün gəlmişəm dünyaya Allah. Ağarmış bir sansan dilimdə mənim, yarımşıq nəğməsən dilimdə mənim. Bu ömrə ağlayır ilimdə mənim, nə üçün gəlmişəm dünyaya Allah. Nə üçün gəlmişəm dünyaya Allahım. Bilmirəm heç ömrümü yaşadım necə mən xərcləmişəm ayımı, ilimi yecəməm. Bilmirəm heç ömrümü yaşadım necə mən xərcləmişəm ayımı, ilimi yecəməm. Bilmirəm heç ömrümü yaşadım necə mən xərcləmişəm ayımı, ilimi yecəməm. Bilmirəm heç ömrümü yaşadım necə mən xərcləmişəm ayımı, ilimi yecəməm. Davam edirik əziz tamaşaçılarımız. Reklamlarımız bitti. Kəmalə xanım, xoş gəldiniz. Sizin xoş gününüzə gəlir. Mən də bizi izləyən tamaşaçıları, sizləri, sizin yaradıcı heyəti salamlayıram. Və çox sağ olun ki, dəvət eləmisiniz baxımlı verilişinizə. Səs-söz sənətinə bu qədər qiymət verirsiniz, dəyər verirsiniz. Allahın nəzəri hər zaman üstünüzdə olsun. Təşəkkür edirəm. Çox sağ olun, çox var olun. Derin belirləyən Kəmalə xanım, gəlin əziz tamaşaçılarımız. Bugün uşaqlar sizi görüblər, belə cuşa gəliblər. Hamısına maşallah qabağında meyvə. Bunlar hansı verilişdə belə keyfdə danaqda olar bilmirəm. Samirin verilişində. Ancaq tam səmmidə. Bir də şəlalənin verilişində. Birlikdə şurada. Deməli, belə deyirik. Kəmalə xanım, sazınızı götürün. Qəşəng, gələn kimi də maşallah, qəşəng bir stəkan çay içdin, konfet verin. Bir dənə qəşəng bir ifa, sonra ardınca şifahi məlumatımız olacaq, daha sonra davam edəcəyik. Buyur.
yandırar məni, yandırar məni. Ay yeri 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 şamama güzel. Ay yeri 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 şamama güzel. Getirdin ömrümü tamama güzel, tamama Sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Ay Kəmalə xanım, maşınsız gəlmirsən bugün? Hamının maşını burada, Sərhədinki orada, Şamil müəlliminki orada. Maşınıdır ki məzzi belə. Maşının əzili var Kəmalə xanım. Burada əzilər. Yox, dünən, yox, sırağa gün olub. Kim əzil onu elə? Bir demək istəmirəm. Sən məncəm onu kim elə əzil? Yaman günə qoyublar, hə? İşıqforda durmuşdum, bəli. Bir yekə bir tır. O Vay, da tır. İran vətəndaşı olub, sürücüsü. Nə vətəndaşı? İran vətəndaşı. Canım sizə desin. Orada da sazı sevirlər axı. İndi bilmirəm. Mən də demə Çıxıb qaçıb. siqnalı verdim ki, bəs görürsən mən durmuşam da, hara vurursan mən tərəfə. Siqnal verməsəydim nəsə bir sözlə ki, Bir tərəfim yox idi. Nömrəsini götürmüsən atacaqdım. maşının? Hə. Nəsə indi Götürmüsən haradan? düşüb maşından. Deyirəm ki, bir düş aşağı, düşüb aşağı. Deyirəm bəs sənin sağında, solunda güzgülər var da, görmürsən hara sürürsən. Düşüb indi maşından nə varsa yaxşıdır, neynəsə yaxşıdır. Durub baxır belə fikirləşir. Aşıq Kəmalə Qubatlı. Dedim, Aşıq Kəmalə Qubatlını sən öldürmüşdü. Dedim, yoxdur Kəmalə Qubatlı. Dedi, bəs biz Tehranda yaşayırıq, saza sözə biz çox qiymət veririk, belə elə. Onlar yuxulu olurlar, aylarla yollarda keçərlər. İnanın ki, dedi ki, sizin bizdə o qədər oxumaq navarlarınız var. Dedim, sən olan navarı saxla, qoy bir nəfəs alma. Yox, amma Kəmalə Maşını artıq düzəltir, heç pul para vermədi maşını düzəltməyə. sığorta həll eləyəcək inşallah. Hə, bax belə də, yəni şükür Allahın böyüklüyünə ki, xata bəladan soğuşduq. Yəni Allaha qurban olum, Allah hər zaman dua eləyirəm ki, Allah hər birimizin bu sürücülərin yolunu açıq eləsin. Hər birimizi xata bəladan. Qızım yanımdaydı, qızıma görə biraz ən çox həyəcan keçirdim ki, hə, qızım qorxdu da biraz. Amma şükür Məsələ odur ki, dayanmış yerdə olur. Şamil, heç qəza Yəni- eləmişsən? Nə? Qəza eləmişsən? Yox. Neçə il düşkən arxasındasın? Mən 84-dən 80. Yox da. Allah. 84-cü ildə maşın sürürsün. Mənim maşını vurublar ancaq elə. Vurublar da axırı ki sən. Yəni elə durduğum yerdə, nə bilim. Səni vurublar, sən vurmuşsan. Yox, mən qəza eləməmişəm heç vaxt. Allah Nə yerdə qədər yaxşı sürsən, gəl özünü qoruyasan, o qədər xəbər. Səndə olub? Yox, xeyr, olmurdu. Olmurdu. Kemal birinci qəzandı bu? Birinci qəzamdı, hə, yəni Allah Sonuncu olsun. Qəzalar uzaq olsun, Samir. Hə? Qəzalar uzaq olsun. Onu heç kim arzu. Amma heç kim neşədən sığortalanmıyor. Bir də Yox, yox, aydın məsələdir. Aydın. Yəni İşıqforda durduğum yerdə tır mənə deyəndə ki, maşınımı Ümumiyyətlə diqqətli olmaq lazımdır. əlbəttə Mən sizə bir şey deyim. Heç vaxt özü arxayın olun. Mən gözəl maşın idarə eləyirəm. bəli. Uşaqlıqdan da, balacalığımdan evdə maşın olub sürmüşəm. Amma
heç ki vaxt özü arxayın olmaq lazım deyil. Yəni həmişə diqqətli olmaq. Şamil müəllim, biz indi rayonlardan, məclislərdən gecə gələndə, qaydanda mən dəfələrlə görmüşəm. Məsələn, keçən ildə yoxsa bu il yadımdan çıxıb, bir dənə tır deməli sərhəd. Belə yolun ortasında hiss olunur ki, yatıb da bu şeydə yatıb. Rolda yatıb da var. Bu maşın belə gedir. Ay mən necə deyim, bu dəqiqə girəcək, Allahdan şeyə girmir, dəmirlərə girmir. Siqnallamışam, nə qədər marqatlamışam, işığı yanılmışam. Ondan sonra verdi qırağa saxladım. Deyirək, bir anlıq yuxu mənə aparıb. İnansam, mənim özümdə də olub. O qədər yorğunçuluq olub. Bir də görmüşəm ki, deməli, əlimdə rol, yatmışam, ayılmışam və yatılı vəziyyətdə mən maşını sürülmüşəm. Nə yaxşı ora-bura girməmişəm. Adam çalışıb, ümumiyyətcə çalışıb. Gecə yol çıxmamalısan. Məsələn, saat 12-yə qədər çıxsanız əla olar. Məsələn ki, 12-yə qədər mənzil başına çatın da, elə hesabınızı götürün ki, gecə saat 12-yə qədər çatın. 12-dən sonra çıxanda istər-istəməz rayonlar 3 saat yarım, 4 saat, 5 saat yol eləyir. Yuxunun ən şirin vaxtı. Orada artıq qəzalar nə qədər insan canları alıbdır. Ona görə çalışmaq lazımdır ki, əziz bizim izləyicilərimiz, çalışın, gecə çıxmayın. Mən rayonlardan belə... Gəlin qəmli notlardan danışım. Qəmli notdur. Maşın, nə bilim, avariya oldu. Mən deyərdim ki, hamısı o qədər adamı, o qədər, məsələn, evin içində, məsələn, o qədər gəlib gedən adamlarda, belə deyim də, qohum-əqraba, o qədər adamı dilə-dişə salır, o qədər, inanın ki, 100 deyən olsun, 1 deyən olmasın. Axşam bu barədə danışırdıq. İnanın ki, o qədər belə pis çıxmasın, o qədər çeynirlər adamı. Deyirəm, Allah, şükür ki, yaxşı qutardıq da. Allah hər birimizi bədnəzərdən, pis nəzərdən qorusun. Çox maraqlı bir işdir. Əsas o da. Bilmirəm, siz sınamısınız, sınamamışsınız. İnanırsınız, xətrənə dəyməsin, indi qohumlardan, filanlardan da var. Evimizdə haçan ki, məclis eləyərik. Məsələn, bir ad günü, filan 5 məkan. And ola bax, o süfrədəki bərəkədə Kəmalə xanım. Heç o qab-qaşıqlar yuyulmur, bir böyük hadisə çıxır. Deməli, dəfələrlə, biri bir dəfə ola, artıq... Sınayıbsınız bunu. Yox, belədir, mən sınamamışam, istəyirəm o şey özümdən uzaqlaşdım, görürəm, yenə baş verdi. Heç bax... Yaman gözdən uzaq. Axırıncı dəfə evimizdə qonaqlıq vardı, evdən çıxdım, bir də gördüm, oğlum yığdı ki, ata maşını vurdum. Ondan qabaq bir dənə başqa bir hadisə, ondan qabaq bir başqa hadisə. Yəni, çıxacaq özdəki küllü miqdarda pulla da, elə belə yüngülvari çıxacaq da olmur. Heç evi sürüb süpürmürlər, ona görə deyirəm, ən yaxşı bilsən nədir? Eləmə. Eləmə, ən gözəli eləmə. Yəni, çox... Gözə girmə. Hə? Gözə girməyə lazımdır. Ay qardaş, sən nə danışsan? Özüm, adam var onu tutur göz, adam da var onu təsir eləmir. Bax, Şəmkirdə toydaydım. Orada indi işimizin adı da, bəyəm bizim gündə elə əlimizə pul doldurub verirlər. Məclisə getmişik, gözəl bir ailənin məclisi Şəmkirdə. Təranə Qumralına Musa Musayevdə toy oxuyur. İndi əlimə pul veriblər, istəyənlər, eləyənlər də. Gəldim, oturdum Kəmalə xanım, toy qutardım maşına. Bir görüm maşından bir səs gəlib, belə elə cır, cır, cır. Ay Allah, ora-bura baxıram, bu nə səsdir belə. Özü soyuq aydı, ay bu nə səsdir belə. Dedim, bəlkə pişik zad qalıb təkərin altında da. Qulağımı belə yavaşça yiyirəm, cır, cır, belə səs gəlir. Bir də baxam ki, maşının tatpresi, şarta oturduğum kimi cırıla, başdan başladı, nə bir yerdə nöqtə boyda sınığı var. Nə bir yerdə bir şey var. Pat presim cırıla gəldi durdu aşağıda. İnanırsınız, mən maşınımı evakuatora qoydum oradan. Çünki mən də elə sürə bilmərəm, axı havada küləkdir. Təranə gündən gəldim, Təranə xanım gündən. Maşınımı evakuatora gətirdi, qoydu bura. Dedim, qəfildən vurar üzümə, gözümə, şüşə. Partlayar da, deyirlər pat-pres partlayanı. Bax, belədir. Nə bilim, Allah xata bəladan qorusun, Allah Amin, amin. pis gözlərdən, bədnəzərdən Allah hər birimizi qorusun. Dəhşətdir o pis gözlər. Özdə mən çox inanıram da. İnanırsan Şamil müəllim gözləri nəfsə? Mən inanıram. Mən də inanıram. Sən də inanırsan? Niyə inanmıram? Elə adam var ki, nesə qabama sanda işlərim alınmıyor. Alınmır?
Bizdə Samir, bizim bir kətdə kişi var idi. Yaxşı yadıma saldın elə bu deyimdə, andasın Allah. Deməli, kimin qabağına çıxardı, o işi düz gəlməzdi. İşi düz gəlməzdi, vay vay. Həyatı boyu. Yəni bu da demişkən aksiom idi də. Və kimicə dindirərdi ya, məsəl üçün, falan şey falan oldu, falan şey falan oldu, falan kəsin nə bilim nəyi var, falan kəsin nə bilim sürü ilə nəyi var, o yoxa çıxardı hamısı. Vay vay vay. Sınanılmışdı ya bu. Mənlə çox yaxın idi, mən ona çox kömək eləyirdim də, yaşlı kişi idi, rəhmətə gedib ruhuşadır. Pullar verirdim. Hə. Yox, mən də balaca idim. Mənə deyirdi ki, Şamil, mən qonşu idim, qapıdan gələndə sizin həyətin yanına keçəndə, birinci qaz həmişə mənə salam ver. Özü düşün bilir bir şey. Çox məmmalı şey idi, Allah'ın da olsun. Gedib sana deyir, onda sənə heç nə olmayacaq, narahat ol. Düzdür desən. Allah haqqı. Kemal xan Var, belə insanlar. Deməli, inam var da, yəni beləncə. Bir də Kemal xanım inanırsan, belə şey yoxdur. adamın özününki eləyir, başqa adamın gözü adamın özününkilər. Bir də indi biz məclis adamıyıq da, bir də görsən, dün hələ axşam bu barədə danışırdıq. Bir müğənnilərimizdən birinə deyirəm ki, eləmi deyir Samir, mən də tövbə etməmişəm da. Gördüm paltarlar zad yığıb, deyir, görüşü çörəyir, deyir, gedirəm bunları bilməsinlər mənimdir də, verim bir adama. Deyir, biləndə bir dərzim var, ona verirdim. Deyir, mən oradan çıxandan sonra orada bir başqa müştəri var. Deyir, mənə Instagram deyir, bəxtəvər buna bax, heç bir dəfə giyməyib bunları. Buna gətirib verir paltarı. Deyir, görürsən bəxtəvər, o qədər paltarı var ki, bir dəfə giyməyib, hamısını giymək. Bu da bunun yaxşılığı. Bu da bunun yaxşılığı. Mən də evdə tanıdığım bir adam vardı, onu çağırırdım ki, gəl. Yığırdım 5 oka, nə bilim, ayaqqabıdan tutmuş hər şey. Alı bir də görüm, mən mağazin deyiləm, zavod deyiləm, yarmarka deyiləm. Mən da verdiyimi vermişəm, təzələn biraz geyinib sonra verərəm. Mənə yığıb, Samir, şeylər yoxdur, gəlim aparım. Dedim, bu mağazinlə bura, da nəyim vardı, sildim, süpürdüm, verdim sənə də. Söyləşi, verəcək. İndi, mən də tanıdığım adama vermirəm, Kemal xan. Keçin yığıram kulyoka. Zibil qutularının yanında şeylər qoy, paltar şeyləri. Apardım, geçin, qoyuram, orada gəlim, heç kim bilməsin mənimdir. En gözəli odur. En gözəli odur, bəli, həqiqətən də. Oradan tabanıb dua oxuyur, deyir Allah canımı sağ eləsin. Kimin ehtiyacı var götürür. Kimin ehtiyacı var götürür də təzə paltarlardır. Siz də eləyin, əziz tamaşaçılar. Yoxsa bir adama verirsiniz də konkret. İnansınız... Qurudurlar adamı. Hə, qurudurlar. Qurudurlar adamı. Elədir, qurudurlar. Yaya hara gedəsiniz? İstirahətə zada gedirsiniz, yoxsa yox? İnşallah, görək. Onu da deməyəcəm, desəm alınmayacaq. Ona görə də efir vasitəsilə işlədilmək istəmirəm. Amma planda vardı, Planda nələrsə. var, hə, inşallah. Necə Kemal xanım, istirahətimə vaxt ayıran xanımsan, yoxsa yox? Deyərdim ki, yox. Niyə? Maddi imkan Yox, verir, yoxsa söhbət o maddiyatdan getmir. Yox, deyirəm ki, yəni, bu, məsələn, işim qalır, onu həll eləyim, sonra o işin içindən bir iş çıxır, istər-istəməz. Bir də ayılırsan ki, ay belə getdi, qutardı. İl də gəldi, başa vurdu. Hə, inanın ki, bax belə. Ona görə söhbət maddiyatdan getmir. Prosta vaxt ayıra bilmirik də özümüzə. Deyərdim ki, bədbəxtçiliyimizdir deyim, ya nədir. Amma Rusiyada, xaricdə, amma insanlar özlərinə elə gözəl vaxtları ayırırlar. Baxıram, mən həsəd aparıram elələrinə ki, özlərini sevirlər, özlərinə vaxt ayırırlar. Rusiyada mən bizə balaca vaxtlı lagerlərdə olanda belə. Sən gedsənmi üçün istirahət istəyir? Gedirsən, bilirəm, bir ayağın sənin xarici ölkələrdə. Getməyinə gedirik, indi inşallah. Amma işlə bağlı gedirsən, gedəni dincələ bilirsən, qalıb sənə. 14 gün, məsələn, bir həftə qalırıq, elə bir yarışlarımız çəkir. Məsələn, siz məsələn getdiniz, bilirəm, sizin o gediş-gəliş xərcinizi eləyirlər. Məsələn, 14 gün qaldınız orada. Bunun maliyyə tərəflərin kim edir? Öz büdcəvizdən gedir, yoxsa? Yox, indi özümüzdən də pul götürür də. Məsələn, ailə uşağı bizi dostlarına hədiyyə alıb gətirməyə görə. Mən görmədim də, alıb gətirəsən. İnşallah gətirərik inşallah. Bir dənə bilsən də, mən bir dənə yün köynək almışsan. Allah xoşun olsun, o deməkdir, qurbandır. Sən yaxşı insansan, həqiqətən. Hər dəfə çağırırsan, işıqlandırırsan. Onu verməmişəm, heç kimə. Kemal xan, bir də çox üzr istəyirəm. Məndə məsələn, kimsə nəsə mənə hədiyyə alıbsa, onu çox giyinsəm belə saxlayıram. Bilirəm ki, məsələn, onu Kəmali alıb mənə. Hədiyədir. Onu istəmirəm də kiməsə verirəm. Deyirəm, onu məsələn, Kəmali alıb mənə və yaxud bunu indi olmasın, Şamil müəllim alıb mənə. Bəli.
siz inarsınız, məndə də olub. Bir də görsən, bilsən o istədiyin adamdan sənə ki, hədiyyə gələndə və yaxud da istədiyin rəfiqəmi, dostmu, o sənə hədiyyə eləyəndə o sənin üçün əziz olur. Amma istəmədiyin bir adamdan Onu tullamaq istəyirsən. onun həmən dəqiqə verim, ya bu mənimdir, ona pay verəcəm. Yəni o istəmirəm. Nə o xanımı görmək istəyirəm, nə onun hədiyyəsini, hədiyyəsini, hə. nə də ki, hə, belə. Bəli, eynən. Bugün doğum günləri var. Doğum günləri var. Kəmalə xanımın bugün anasının doğum günüdür. Sabah, hə? Sabahları. Təbrik edirəm. Adı nədir mamanın? Şamama xanım. Ay Şamama xanım, necə Şamama xanım vaxtında süd zavodunda işləyir. Baş əmtərşünas işləyib, bəli. Yeyib qaymaqları. Qaymaqları yeyib. Orada belə. Tək yeməyib, tək yeməyib, tək yeməyib. Tək yeməyib. Tək Can yeməyib, sağlığı qəşəng, arzu hə, ya. çox sağ olun, var Ona olun. da bir də paylayır. Paylayıb, inanın ki, o qədər imkansız ailələrə, o qədər anamla atam özü dəstək olub ki, yəni atamın özü injinier olub, burada boru prakat zavodunda, anam özü süd kombinatı, yəni o qədər o kasıb ailələrə, necə deyim, köməkdarlıq eləyiblər, xeyriyyəçilik eləyiblər, ona görə də Allah özü, deyərdim, atama şəfa versin, anama da şəfa versin, can sağlığı versin və sabah anamın 70 yaşı tamam olur. Təbrik eləyək bir daha. Efir vasitəsilə Allahdan ona və atama can sağlığı arzuluram. Həmişə başımızın üstündə var olsun. Amin. Nə yaxşı ki, onlar mənim valideynimdir və Allah yenə də deyirəm can sağlığı versin. Və bir doğum günümüz də var. Mən deyim, o mən deyim. Mən deyim. Hə, sən başda davamını mən gətirirəm. Demək, bizim elə Samirin də, mənim də deyərdim ki, ən sevimli, ən istəkli, deyərdim ki, dəyərli bir insanlardan biri olan, saza sözə qiymət verən bir insandır. Cahandar müəllimin dünənləri ad günü idi. Onu da efir vasitəsilə təbrik edirəm. Allahdan ona can sağlığı arzuluram, gözəl günlər arzuluram. Hər zaman bu ailəsinin başı üstündə var olsun, nəvələrinin üstündə var olsun. Sağlam candan Allah ona 100 yaşamağı nəsib eləsin. Canlar müəllim, mən də sizi təbrik edirəm. Allahın verdiyi ömrü sağlam, mənalı yaşayın. Siz sözə, sənətə dəyər verən insanlardansınız. Sözə, sənətə, şeirə, saza bağlı insansınız. Bəli. Həmişə də bax belə sağlam yaşayacaqsınız. Bəli. Yaşımızın üstünə yaş gəlib, o yaş bir rəqəmdir, bir nömrədir. Onu ümumiyyətcən özünüzə yaxın qoymayın. Özünüzü neçə yaşında hiss edirsinizsə, bax sizin yaşınız odur. Təbrik edirəm sizi. Doğum günümüz mübarək olsun. Öpürəm, bağrıma basıram. İnşallah onsuz da görüşürük. Biz aram-sıram tədbirlərdə, məclislərdə, gecələrdə. İnşallah yenə görüşərik. Təbrik edirəm sizi. Təbrik edirəm. Və bir təbrikim də var. Var. Var, o qədər təbriklər var. Deyərdim ki, buradan da efir vasitəsindən Xan qızın Tavan Ədəbi Məclisinin Rəna xanım rəhbəri, mərzili. Rəna xanımı buradan salamlayıram. Onun da gözünün ağı qarası bir nəvəsi var. Riyad balamız. Onun da efir vasitəsilə dünən ayın 22-də onun 1 yaşı olub. Mən bir daha təbrik edirəm. Atalı, analı böyüsün, nənələrinin, babalarının gözünə çıraq olsun. Necə deyim, bütün arzularına çatıb, inşallah ki, xoşbəxt olsun. Və Rəna xanımın nəvəsinə yazdığı bir şeir var, onu istəyirəm efir vasitəsindən təqdim edeyim. Deyir, böyü ata-ananın alqışlarıyla çatsın bu bir yaşın yüzə, riyadım. Ay ellər, məlhəmdir baxışlarıyla Allahın bir payısan bizə riyadım. Allah bir daha saxlasın. Birinci nəvəsi də. Hafiz qardaşımla buradan salamlayıram. Salamlayırıq. Çox gözəl də insanlardılar. Allah bir daha can sağlığı versin Riyad balamıza. Atalı, analı, xoşbəxt yaşasın. Şamil, nəbələr var da səndə? Bəli, bəli. Neçə dənə? Məndə 4 dənə. Maşallah. 4 dənə. Böyük İkisi olan Almaniyadadır və böyüyünün 13 yaşı. Şamil müəllimin övladları Almaniyada yaşayır. İkisi Almaniyadadır. Mən bəzi günü istirahət məsələsi. Mən də indi Allah qoysa bu ayın axırına gedəcəm. Sponsorluq kim eləyir? Kürəkənlər? Yox, kürəkənləri mən sponsor edirəm. Qızın Yox, zarafat eləyirəm. Yəni Şamil müəllim, bir şey deyirlər. Buna Yox, deyilən də nə bilim. Belə, bilməm də şayədir, yoxsa deyirlər Şamil müəllimin belə sakit olmağına baxmayın. Müğənnilər içində elə o varlı olan müğənnilərdən də biri Şamil müəllimdir. Özünün lambardları var, filan şeyləri var. Lambardım mənim yoxdur. Nə lambarda? Belə şey yoxdur. Yox.
yer vardı, arendaya vermişdim Lambarda. Yani icareye vermişdim. Biz deyiklərdən onda yazdıqlar. Ya, başqa adamlar da Sen, hazır. Samer, ben hiç bak övünmemişim. Ne de ki bu veren Allah'tır, ruzunu veren Allah'tır. Ben bilirsen ki ben 45 ile yakındı ki ben musiqiciyim. Yani bütün Azerbaycan'ın her Rusiyada, sonra İsrail'də. Yani zəhmətimlə, halalımla, ondan sonra ağlımla çörək kazanmışam və onu da lazım olan yerlərə, öz ailəmə sərf eləmişəm. Yəni onu heç kim deyə bilməz ki, Şamil nəsə artıq şey var. Haramçılıqla. Yəni bəli, o haramçılıq qoyaq qırağa. Haramçılığı qoyaq qırağa. Zəhmətimlə ondan sonra Allah da onu qiymətləndirib. Allah da indi də bəhrəsini görürük. Yəni mən balalarımın nəyim varsa balalarımın. Bağlar, Şamil xanım, Şamil müəllimin o qədər gözəl ailəsi var. Maşallah olsun. Deməli, xanımı bir başqa tür xarakterli, gözəl xasiyyətli bir insandır. Mən bunların ailə məclislərində olmuşam. Həmişə qabaqlar mənə deyərdin, dedim. Allah ruhun şad eləsin, anam səni çox Anası da istəyirdi. mənə İndi çox istəməsin, istəyirdi. hə. İstəməsin, çox istəyirdi. Şamil mənim təsəvvür ki, qızları gəlib, indi toyda hamısı ilə görüşdü, Şamil mənim tanış edir. Yoldaşı gəlib, elə biləm o da bunun qızıdır. Benim qızımızdır, deyir, yox, yoldaşımdır. Həqiqətən, bir-birini elə sevirlər ki. Maşallah. Vallahi Allah başa qədər eləsin. Sağ ol. İndi yenə yoldaşın oradadır, yoxsa buradadır? Yox, burada da bir gedəcək Allah qoysun. Burada dayanmaz, dayı o. Ya orada balaca nəvələri oradadır, ona görə Oranı istəyir, hə, Şamil müəllim? balalar da istəyirdi ki, ata valideynlər istəyir. Deyirlər köçün gəlin bir dəfəlik bura. Gedəmərəm axı, nətər gedim? Gedib dəyərəm, gələrəm, nədir ki mən? Amma gedib orada yaşamağa bəs? Yaşamaq dil bilmirsən, ay zamır, necə yaşayasan? Öyrənirsən də onlar necə öyrəniblər? Bir 40-ında öyrənən görür. Biraz çətin olar. Çətin də, hə, Şamil müəllim? Çətin deyəndə ki, onu bilirlər də, balaca nəvələrim də bilir, onu uşaqlar da bilir. Nəvəm orada gedir. Yoldaşını öyrənib biraz. Elə burada orta məktəbdə Alman dilində də oxuyur, bilir, Alman dilini keçib, yəni biraz özü idarə eləyir də. Amma sən öyrənərsən. Özünü qorxuzma. Ən gözəli odur ki, gedib balaları görürsən, ən gözəli odur ki, Avropanı gəzirsən, biraz ab-hava dəyişir. Dəyişir, sonra gəlirsən. Dəyişir, amma çox bahaçılıqdır. Yəni, Onların maaşları da yaxşıdır artıq. Mən özümüzdən danışıram da, biz kimdən Hə, onların maaşları da yaxşıdır, qiymət də bahadır. Maaş az olanda... Bir şey alanda fikirləşirəm ki, bunu indi özümdən asılı olmayaraq, fikirləşirəm ki, bu məsəl üçün neçəsi var, bizim pulla bunu ala bilərəm, buyuram yerinə. Hə, orada məsələn bunu Misal verir. üçün deyirəm, misal üçün deyirəm. 500 dollara. Onları 500 dollara... İndi sən xəbərin var, bir dənə gedirsən marojna yeyirsən bir dənə, qızım dedi. Bir də görün çek getdi, 15 dedim, qızım nə qarşısın, 15-30 manata yeyir marojna olur. Misal üçün dedim. Allah yetirsin böyle xəstəsinlər. Sənin uşaqların balaca da, hə? Balacadır. Qız idmançıdır. Maşallah. Dünyada təmsil edir artıq Azərbaycanımızı, hə? 4 dəfə Respublika çempionudur. 4 dəfə Respublika çempionu. İnşallah oktyabrda Avropaya gedəcək, Polşaya. Bu oktyabr ayında. Polşaya gedəcək. Bayaq sözüm yarımçıq qaldı. O sizi dəstəkləyənlər kimlərdir? İndi belə deyək də, federasiya belə Müraciət edirsiniz yox, dünya aralarsa? çempionatına məktub gəlirsə, orada ölçüb biçirlər də, hesablayırlar ki, məsələn, əgər 10 gün qalacaqsa, 15 gün qalacaqsa, onu ayırırlar. Aha, dövlət ayırır onu. Bəli, federasiyamız müraciət eləyir, ayırırlar. Həm də ki, indi sponsorlar da var da, sağ olsunlar. Sponsorlar mı? İndi demək istəmirlər, efirlərdə adlarını çəkmək heç vaxt Amma sağ istəmirlər. olsunlar. Çox yaxşı Vallahi. İdmançılara böyük qayğı var da. Həmişə mənə dəstək olur. Sağ olsun. Deyim, mən istəyirəm ki, sizin kimi Azərbaycanın igidləri irəli getsin, baxın fəxr edin həqiqətən də. Qardaşın da adını çəkməsək də ona təşəkkür edirik. O ki, Azərbaycan idmanına belə dəyər verir. O bir dəfə də mən Adam var 1 manat verir, deyir mənim adımı çəkərsən. 1 manat verir və bir şirkət sahibidir, yaxşı. görürsən deyir adımı da çəkir. Nədir, mənim bir idmançım vardı, çox güclü döyüşçü idi, imkansız idi. Bir dəfə deyən kimi dedi, baş üstə problem yoxdur. Allah o cür insanlar. Nə qədər lazımdır, neçə gün qalacaqsa hesablayın gətir. Dedi, nə qədər lazımdır, neçə gün qalacaqsa yarışda, onu hesabla gətir, qoy stolun üstünə, 2 gündən sonra gəl götür. Məndə də bir şey var ki, mən heç vaxt xoşlamamışam da durum. Artıq yazırsan. Artıq yazma, elə şey yoxdur. Ona görə də bir Allah Allah yetir. Məndə bir şey var, nədir, haramçılıq xoşlamıram.
Məsələn, bir yoldan pul tapım, narahat olan görəsən bu kimdir, sağa sola baxım, görüm kiminsə verim, bəlkə o əziyyətlə qazanıb, evinə gedəndə nəsə deyəcəklər. Allah ürəyə görə versin. Ona görə yaxşı insanlarımız var Azərbaycanda həqiqətən də. Çoxdur. O cür Allah insanları bizim əhatəmizdən əski eləməsin. Hər zaman var eləsin o cür insanları, sənətə, belə idmançılara dəstək olan insanları. Biz də bax elə idmançıları yığır əhatəmizə, necə deyim, düzgün həyat, sağlam olmaqlarını, gümrah olmaqlarını öyrədirik. Onsuz gələcəkdə hansısa bir dövlət işinə gedəndə qoy yaxşı özlərini, necə deyim, göstərsinlər də. Bilirsiniz də, bir dəqiqə məsələn, hansısa bir dövlət işinə gedəndə əlbəxə döyüşüdür, tələb eləyirlər, istəyir polis olsun. Məsələn, böyük qızımdır ki, mən böyüyəndə polis olacam ata. İndidən o nəticələr yığır. Sabahları orada da yoxlayırlar da, məsələn, idmansıdır, məsələn, belə deyək də, bədən tərbiyə akademiyasına gedirsənsə, deyir, idmansıyam, deyir, verdiyim proqramına hazırlaş, gəl burada göstər. Maşallah. Ona görə də bizim borcumuzdur övladlarımıza irəli çəkmək. Kəmal xanım, deməli, qızından danışır. Mənim bir tanışım vardı, oğlan, deməli, bir idmançı qızla ailə qurmuşdu. Bunların evində söhbət, balaca sözləri çəp gəlib də, qız, şikəst eləmiş deyə oğlanı. Yəni bildiyin şikəst daha əvvəli boynun qırılmış, qolun, boynun. Deyirəm, nəsə gücü çox, deyir, idmançı dedi. Mən deyirəm, nə qədər bütrək eləsəm də, yox. Bu da belə. Hə? Bu da belə. Bu da idmançı. Öz istəyirəm, sözdə kəsirəm. İdmançı olsaq da, indi onun öz yeri var da. İndi ailədə durum, indi güc göstərir. Aşpazlar heç vaxt evdə yemək pişirmirlər, məsələn. O cür insanlar gərək aşıqla ailə qursunlar ki, əsəbləşəndə bir sazı götürsün, qəşəng bir hava olsun, əsəblər yatsın. Bunu da demək istəyirəm. Oğlumun 5 yaşı var. Təzəlikcə MMC döyüş liqasının çempionatı keçirildi. Orada çempion oldu oğlum. 5 yaşı var. Qaydası döyüşdən. Əlbəxə döyüşdən. Siz ailəli üçün? Mən idman, ancaq idman. Düzdür, mən məcbur eləməmişəm gəlin idman edin. Sadəcə baxıblar, görürəm ki, öz istəkləri var. Sən də etiraz eləmirsən. Mən də etiraz eləmirəm. Deyirəm, bu sahəni seçsənsə, dəstək olma hər zaman yanınızdayım. İdmanda birinci növbədə sağlamlıqdır. Hər şey qoyuruq bir qırağa, sağlamlıqdır. Şahin mənim, gəlin sizdən bir ifa təqdim edək. Yeni mahnı oxuyacağım sənə. Yeni? Oxuyun. Sən çiçəkdən də gözəl sevgi dolu mələksən. Baxışın canlar alır, bir kərə baxsan yetər. Hər dəfə yox deyişim, bil ki ölümdən betər. Görüşə gəl nə olur, üzümə gül nə olur, bir şirin dil nə olur, söylə mənə. Görüşə gəl nə olur, üzümə gül nə olur, bir şirin dil nə olur ya. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Nə olar naz etmə mənə, yandım ay gözəl. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Bir kərə bax sevim hələ, yandım ay gözəl. Səni görürəm, əlini tutmaq üçün nələr edirəm. Hər sabah anlarım ki, bu bir şirin xəyalmış. Boş xəyal olsa belə səninlə çox gözəlmiş. Görüşə gəl nə olur, üzümə gül nə olur, bir şirin dil nə olur, söylə mənə. Görüşə gəl nə olur, üzümə gül nə olur, bir şirin dil nə olur ya. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Nə olar naz etmə mənə, yandım ay gözəl. Vurulmuşam
Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Bir kərə bax sevim hələ yandım ay gözəl. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Nə olar naz etmə mənə yandım ay gözəl. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Bir kərə bax sevim hələ yandım ay gözəl. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Nə olar naz etmə mənə yandım ay gözəl. Vurulmuşam şirin dilə sənin kimi bir gözələ. Bir kərə bax sevim hələ yandım ay gözəl. Teşekkür ederiz Şamil Hanım. Qonşu gelmişti. Çox sağ olun, var olasınız. İbrahim qonşumuz gelmişti. Səni görüb burada. Çox təşəkkür. Deyirəm Şamil müəllimin uşaqlıqda mahnılarını bilirsən də, o mahnıları, köhnə mahnıları. Oxumursan onları da. Vallahi onu kimsə götürüb oxuyacaq. Toyda oxuyuram. Toyda oxuyursan? Toyda. Olur toylarınız Şamil müəllim. Çox. Bir vaxtlar bilirəm, moddaydınız. Dayanmırdınız, Mən gecə indi və həmişə gündüz. moddayım. Yəni indi də odur, yoxsa indi o deyil? Yox, həmişə yaxşıdır. Yaxşıdır. Hər şey yaxşı. Hə, ötəki yaxşı olsun. Biz nə istəyirik? Şamil müəllim bir mahnısı vardı. Bağam aman aman aman, yarım aman aman aman, belə qonşumun qızı. Ondan çıxmışdı da Şamil müəllim. Çox mahnılarım var. Aha. Çox mahnılarım var ki, özümü xoşbəxt hiss edirəm ki, indi də dillərdədir. İndi bunların hamısı mənim yuxusuz gecələrimin məhsullarıdır, çalışmağımın məhsullarıdır. Bəli. Hə. Bu misal var, deyir, hər işin bir dövranı var. Elə. Ha, amma mən onu qəbul eləmirəm, çünki insan özü üçün, necə deyim Aysan ver, özü üçün nə deyirəm mən sənə, yəni ki, çalışmasa, bu hər şey yaddan çıxır gedir. Belədir. Ona görə gərək musiqisi də həmişə gecə gün çalışsın. Bəli, həqiqətən də. Məktəb bağlanmayıb belə musiqi məktəb işlər gedir. Bizdə ayın 15-nə qədərdir kollecdə. Kollecdə. Ondan sonra Kollecdə məzun- işləyirsən? Bəli, Ha, Sumqayıt Kemal Musiqi xan, Kollecində. Kolej. Neçə Sumqayıt Musiqi illərdir Kollecində. pedaqoji fəaliyyətlə məşğulsun? Neçə illərdir Kemal xan? 12 ildir. 12? Aynen. Az vaxt deyil, 12 il. Bir-ikiden ömrüdür, valla. Əziz tamaşaçılarımız, Orxan nömrələrimiz təqdim edirsən, hə? Bizim öz nömrəmizdə, WhatsApp nömrəmizdə efirə verir, zəhmət olun. Niyə meyvə yemirsiniz? Doğrudan niyə yemirsiniz Kemal xan? Və yeyim də. Meyvə yiyin də, bəs bu qədər səhər tezdən bazara getmişəm. Mən elə birdən bağdan yığıb gətirmisiniz. Hə. Bağım var mı yetimin? Yox. Mən yetimin bağı yoxdur. Qoyun meyvə sənin üçün. Kemal xan. Yox. Götürərəm, özüm götürərəm, narahat olma. Hə, mən yetimin bağı var ki, əriyi də burada verirlər 5 manata, 6 manata. O günləri tər-tərdə görmüşəm. O satanlara buradan deyirəm, bu meyvə satanlara elə qiymətə verin ki, cəmaat alsın, balasına meyvə yedizdirsin. Rayonlarda 60 qəpiyə ağ ərik, belə-belə əriklər. 50 kilo aldım. 60 qəpiyə yalvarırlar, oradan yığıb oradan verirlər. Nədir onun adı? Gətirib burada 5 manata verirsiniz. Əkən, becərən, bəsləyən 60 qəpiyə satır. Bu aradakı adamlar 5 manata satır. Belə dərd yoxdur. Vallahi bir doyar qarın meyvə yesinlər də, bizi qışa gedirik. Baxırlar, almırlar. 8 manata, 7 manata vişne olar. Ərik özü çox Deyir 8 manatın üstünə, hə? Ərik çox xeyirli meyvədir. Çox. Ürəyin dərmanıdır da. Bəli, bəli. Dənəsi hərə. Ümumiyyətlə, hər meyvənin öz ayrı yeri var. Hamısında C vitamini boldur. Amma əriyin ayrıca yeri var. Həm bağırsaqlara, həm mədiyə. Ürəyin dərmanıdır. Mən indi ümumi meyvələri dedim də, əriyi dedikdə ürək üçündür. Çox maraqlanıram da. Hə, bilirəm, mən də Çox maraqlanıram bu. indi Seyfəddin doktorun yanında olmuşam onun da. Vaxtında hər şey, hər meyvənin vaxtında yeyəsən də. Bəli, həqiqətən. Dənəsi də ki, Allah heç kimə göstərməsin. O qədər böyük Pis qiymətli şişlərə satırlar. qarışıq bir növ, onun tərkibində Nəyi? dənəsi, Nəyin də? əriyin dənəsi Tumu, də. Tumu. Hə. Ondakı elə bir maddə var. Nə var içində? K vitamini bildim, amma başqa bir şey də var içində. O heç bir şeydə yoxdur da, ancaq ərik dənəsindədir.
acı, şirin. Yəni bacardığınız qədər çox yeyin. Çox alın, çox yeyin. Görək indi bu. İndi tumu yesinlər yoxsa özün? Özün deyirsən, tumu özündən də bahadır. Tumun içindəki ləpəni. Hə, ləpəni deyirəm də. Badamı. Badamı. Yeyin, Allah xəstəliyi verməsin. Bacardığınız qədər yağdan uzaq olun. Şahan mənim, inansınız, mən yay gələndən Bəli. yağlı yeməkləri qoymuşam biri qırağa da Kəmal xanım. Adam təbi çəkmir ki. Sizə də elədir deməli. Məndə də elədir, hə. Bax, dünənlər evdə heç nə, təndir çörəyi, pendirlə, xiyarla yemişəm. Yayın malı odur da. Yayın malı odur. Adam var yağlı. İndi ora-bura çağırırlar düzdür. İstər-istəməz gedib oturub belə. Amma evdə oldum, mən yağlı yemək dilimə vurmuram. Sizə də demək gəlir, hə? Mən də yağlı yemək xoşlamıram yaydan. Onu görə. Havadandır ya. Havadan. Sən yeyə bilmirsən. Ümumiyyətlə, mən yeməyimə çox fikir verən adamam. Yəni, qoymuram özümü ki, yeni buraxmışam deyəsən, balaca. Yəni, vaxtında, baxır hesab. Hə, biraz balkon var. Vaxtında az yeməyi xoşlayıram. Vaxtında yeməyim, az yemək. Amma yağlı yeməklərdən biraz uzağam. Əvvəldən şamillərdən? Əvvəldən. Əvvəldən, valla. Axşamlar da ki, meyvədir, ondan sonra qatıqdır, belə süd məhsullarından. Əla. 6-dan sonra. Qəti yemərəm. Əla, Yəni, xoşuna gəldi. Özümə fikir verirəm. Qidalanmağımız bizim bir-birimizə yaxında. Doğrudan. Valla, mən də saat 6-dan sonra ağzım... Qəti yemək yox. Yeyə bilmirəm. Heç yemək yox, yeyə bilmirəm, ola bilsin, yeyə bilirsən. Mən ümumiyyətlə də yemirəm. Nə barədə? Meyvə, qatıq. Körlüm istəyirik, amma özümü saxlayıram. Ümumiyyətlə, axşam meyvə yeyəndə istərsəməz o da kökəlmə verir. Bacardığınız qədər. Axşam yatara yaxın. Ümumiyyətlə də onun içində nə qədər... Bir meyvə hansı var? Məsəl üçün... Ən çox, su, məsələn, limonlu su Onu da, bir meyvənin də düz deyirik, kökəl. Məsəl üçün, o almadır. Ondan sonra, nə bilim... İngilislər deyirlər ki, bir dənə almaya heç ömür boyu həkimə getmir. Kividir. Gör də, bizdə alma olub ən hörmətsiz meyvə. Yaşıl alma. Alma gətirən qədər başqa meyvə yoxdur, doğru ayrı şey gətirin. Almanı istəmirlər də, çox maraqlıdır. Kəmal xanım, yaman gülür, sənin fikrin birdən hərdən gedir harasa. Hə? Yox, yəni alma həqiqətən də deyərdim ki, orqanizm üçün çox xeyirli, faydalı meyvələrdəndir. Onun tərkibində nə qədər dəmir var, vitaminlər var. Mən kimyasıyam da, bunların hamısının samir deyil, kalsium var, nə bilim nə var. Doğrudan kimyaçısan? Kimya müəllimiyəm də. Müəllim, yoldaşım da, özüm də. Müğənni ala kimya? Sonra Asəf Seynanını qutarmışam. Onun aidiyyatlığı yoxdur ki. Sonra bəli. İkinci təhsil kimdir? Universitet qutarmışam. Onda universitet bir dənə idi də. Bakı Dövlət, Azərbaycan Dövlət Universiteti idi. Oranın kimya fakültəsini qutarmışam. Mən də həyat yoldaşımdır. Sizdə nəsillikən etsin həkimlərdiləri, qardaşın gizdən? Qardaşım da həkimdir. Baş həkimdir, Cəlilabadda? Cəlilabadda baş həkim deyil, həkimdir. Cərrahdır. Cərrah da, hə, bildim. Maşallah, deyirəm... Bacım oğlu həkimdir Almaniyada, qızlarım həkimdir, 2 qızım həkimdir. Cərrahdılar. Onlar hamısı cərrahdır. Almaniyada. Maşallah olsun. Həkim ailəsi. Demək, o günləri toydan bir müğənni var, gənc müğənni var. Mənim heç xəbərim yoxdur, ev sahibi çağırıb onu. İndi bu dəqiqə hamı TikToka baxır, efirə baxır. İstəyirsən tanınmış, istəyirsən tanınmamış. Kimdən xoşları gəlir, çağırırlar. Çağırırlar, nəsə getdim, gördüm. Laçınlı oğlan idi, bir Sərxan Laçınlı, bilməm, tanıyırsan, tanımırsan. Bir gənc müğənni, nəsə getdim ora. Nəsə, Instagram belə qurtdalayırdım. Gördüm ki, o paylaşımı idi bizim paylaşmağımızdan. Ümumiyyətcə, bu sənətə aidiyyatı olmayan, bilmirəm, onlara ad da yoxdur, onlara ad deyəsən. İndi özlərinə tamada deyirlər. Amma belə baxanda avtobus şoförünə oxşayır, tamadaya da oxşanır. Bığlı, saqqallı, danışır da belə danışır. Deyirəm, ay Allah, bu nə cür toy aparır, bunu necə məclis aparırlar, biabırçı bir gündə də. Şeir deməkdəki dahi belə, qarnı bu tut güldə. Amma nə olsun, deyir, mən qiraətçiyəm. Onun altına, mənim şeyimin altından yazıb ki, oğlanın videolarının altından. Nəsə yazıb, bilmirəm, Allah. Bir-birimizin taysız yazıb, nə yazıb, bizim məclisdən, gözəl bir məclisdən. Sonra da silib.
Sonra girdim, baxdım, gördüm silə. Amma gözümlə görmüşdüm o yazdığım. Dedim, ay Allah, sənə qurban olum, dünyanın sonunda həqiqətən. Bax, sən hələ birinci o sualı özünə ver. Mən 2 dənə əlimdə diplomum. Kəmalə xanım. 5 il incə sənət universiteti, 4 il mədəni maarif texnikumu. Özdə kimlərdən belə çıxmasını, heç vaxt danışmamışım barədə. Mikail Mirzə kimi səhnə danışığı müəllimi olub. 9 il Əl-Abbas Qədirov, Mikail Mirzə, Amalə xanım Pənahova. Onların tələbəsiyəm, onlardan öyrənmişəm. 9 il bunlardan dərs almışam mən. Bunu da qoyuram qırağa. 15 il fərqli teatrlarda, 30-dan çox teatr tamaşalarında baş qəhrəmanlar oynamışam. İndi azından çoxundan bir 3-4 filmə çəkilmişəm. Bir 20 ildir veriliş aparıram, radioda, televiziyada. Bunu da qoyuram qırağa. El adam, bilirsiniz, mən onun adını da çəkib, mənə evdən qoymadılar. İnanın, dedi ki, valla onu boş-boşuna reklam eləyəsən. Əlbəttə, elə insanlara məncə əhəmiyyət verməmək. Özü amma bu sənətə, onun özü sual verən, ay ağsaqqal. Biz tanıyırıq onu, yoxsa? Hə, tanıyırsınız, deməli, ay ağsaqqal, tamada. Ax, sənin işinin adı nədir, sənətin nədir, peşən nədir? Peşəvin adı nədir, işinin adı nədir? Deyəsən, tamam başqa, heç onun təhsil zadı da yoxdur məncə. Təcili yardımda işləmir. İşləyər, nə bilim valla. O nə desən işləyər. Amma neyəsən, özünü ilə aparır ki, bu güya şeydir. Nə bilim, filan kəsin yadigarıdır. Filan kəsin yadigarıdır. Amma eşitmişəm ki, o rəhmətli heç bunu saymayıb adam yerinə. Zəhləsi gedirmiş bundan. Valla, indi neyəsən, deyir, onun təmsilçisiyəm, onun yadigarıyım. Ayıbdır valla. Heç yaraşdırmadım. Həqiqətən heç yaraşdırmadım. Əriyim. Kemal təzə mahallar zadlar nə var? İnşallah bu yaxınlarda fikrim var. İstərsəməz biraz başım qarışıqdır. Yəni uşaqlara, evdə, ailəyə, yəni biraz başım qarışıqdır işimə gücümə. Amma fikrimdə var ki, yeni mahnılar yazdıram bu tətildə. İnşallah. Bir də Kəmalə xanımda nəyə tutmuşam Şamil mən? Biz son vaxtlar tez-tez məclislərə düşürük. Kəmalə xanımın yeri səhnədir. Bax, mən hələ bunu görməmişəm. Saç çala-çala stola geçsin. Yəni, bir dəfə mən deyirəm ki, Kəmalə xanım, qonaqlar var, hamı getdi də, siz qaldınız. Belə bir sınasın, mən də getdim, salamlaşdım, bir yanlarına bir şey yazıram. Deyir, yox, mən də qəti deyir, stola yaxın gələ bilmərəm. Amma var Kəmalə xanım. Elə insanlar var. Elə insanlar yoxlar aşıq qızlarımızdan. Var. Birbaşa stola hücum eləyirlər. Bu yaxınlarda Allah can Səhnə sağlam qalıb versin. qıraqda. Bu Nizami Qocaev var. Bu yaxınlarda 70 illiyi olduğunu sağ olsun özü də mənə dəvət eləmişdi. Hətta 3 ay bundan qabaq yanvardan mən demişdi ki, yəni ad günüm olacaq 70 illiyim. Orada aşıqlardan mütləq ki, başda sənsən. Yəni orada inanırsınız və digər aşıqlar da var idi. Çox möhtəşəm bir şadlıq evində idi. Orada əməkdar artistlər də gəldi. İnanın ki, onlar hər stollara da o stol qoymadılar ki, ona yaxınlaşmasınlar da. Hər bir stolu boş buraxmadı, hamısına yaxınlaşdılar. Bu da elə bir insandır ki, tək bu yox da, yəni məclisdə istərsəməz kişilər qadın aşıqlarına fikir verirlər, qadın müğənnilərinə fikir verirlər, bunlar özlərini necə aparırlar, stola yaxınlaşırmı? Yəni mən ən azından deyim ki, belə deyim, toylara hardasa bir 28 ilə yaxındır da gedirəm, məclislərə gedirəm. Heç bir stola istəyir, bax belə... Brilliant verirsiniz. Hə, mən heç vaxt, yəni mən qürurum, birinci mənim qürurumdur. Aldığım tərbiyədir. Yəni mən onu özümə yaxın buraxmıyorum. Nə olsun ki, sənin varın var. Sənin barıva güvənirsən, özün üçün. Mən heç vaxt əyilmərəm. O da fikir verib, deyir ki, Kəmalə, ona görə mən sənin xətrini çox istəyirəm ki, sən heç bir stola yaxınlaşmırsan. İllərləndir mən sənə, yəni məclislərdə, toylarda fikir vermişəm. Heç bir stola, hətta səni stola çağırıblar, o stola getməmisən. Ona görə də biz sizi sevirik, ona görə də həmişə basırıq. Kəmalə xanım, tərifləmirəm, yəni çağıranda da getmirsən sən. Yox, Kimsə desin ki, Kəmalə xanım. Yəni sənin mənə məsələn nəmərin varsa, özü bura gəlməlidir. Mən sənin ayağı heç vaxt getməm. İstir milyon ver ha. Yəni o mənim qanımda deyil. Heç vaxt.
Allah canım salamat. Qızlarınız var, salam aleyküm deyib gedirlər, stol çəkirlər, otururlar, tanımırlar heç kimdir. Stol çəkirlər, otururlar, elə bir 100 ildir tanıyırlar. Ha, bunları məndən soruşur. Mən nələr görməmişəm bu səhnələrdə. Nələr görmüsən? Sən Allah danış görüm, nə görmüsən? Yox, ümumiyyətlə deyirəm də, belə stollara getməkdə, Nə toylarda. görmüsən? Qız içərilərində... Gözümün qabağında olub hamısı. Bütün xalq arşlarına qədər. Hə, bir də mən içərilərində düzdür, xətrini çox istəyirdim o insanın, indi rəhmətə gedib. Belə fəxrad olan bir müğənnimiz idi. Bir dəfə bir şəhərdə bir məclisə kimsə gəldi, belə paçka dolları açdı. Biz də hamımız səhnədəyik də, belə tökdü bizim başımıza. İnanırsan, gözümün ucu ilə də yerə baxmam. Mən heç vaxt acından öləm, yerdən əyilib pul götürməkdir. Nəfs yaxşı şeydir, gəri nəfsi gözləyəsən. Amma bir də gördüm o boyda kişi dizin qoyub yerə and olan. Pulu yığıb verir sənə. Yox, özünə götürür. Hə, başqası. Bax, bənliyi bir anlıq elə bir özüm unudub da ki, bura şadlıq sarayıdır. Burada bir yalan olmasın, özü böyük şadlıq sarayındaydı. Əcəmi tərəfdə olan bildin də harada. Orada da nə qədər insan var, əyilib dizin yerə qoyub. Yəni, yadından çıxdı ki, burada bir 1000 nəfər, nə bilim, neçə yüz nəfər toyda qonaq var. Elə dənləyir. Oradan da götür, buradan da götür. Hələ yanındakılar deyir, əyilin götürün. Yandır qadın oxuyanlarda o da dedi ki, yox, mən. Ehtiyacı var, yazıq qadının, o müğənninin də. O da tanınmış, fəxrətli bir sənətkarımızdır. Deyir, yox, mənə deyir, yox. Mən qabağımı qoyarlarsa başqa məsələ, gələm dizimi yerə qoyum, yerdən pul dənliyim, o başqa məsələ. Hətta hardasa deyərdim ki, 1-2 il bundan qabaq Aşıq Mübarizlə Şəmkirin Şiştəpə kəndinə, orada Şəmkir Şadlıq evi var. Hə, orada bir məclisə dəvət elədilər. Çox gözəl də, möhtəşəm bir məclis idi. Hətta deyərdim ki, müğənnilər də vardı. Arsa bir 5-6 dənə tanınmış müğənnilər vardı. 2 dənə də Aşıq idik. Bir Mübariz idi, bir mən idim. Orada çox belə imkanlı vardı. O dedi ki, Kəmalə xanım, elə işarə verdi, Mübarizə dedi ki, bəs Kəmalə xanımı deyim, bizim stola yaxınlaşsın. Dedim, nə sözü var, özü gəlsin bura. Səhnəyə. Bax, nəyə deyəsiniz, Mübariz dedi ki, bilirsən kimdir? Mübariz dedi ki, bilirsən, olsun da. Yox, Mübariz stollara gedəndir. Gedəndir, yəni, Bazı üçün deyirəm. Yəni, o kişidir xeyli ağıdır, ona mənə yaraşmaz. Ümumiyyətlə, qadına mən yaraşdırmıyorum ki, stol başına getsin. Nə olsun ki, sənin barın var, nə olsun, sən imkanlısan. Mən əyilməliyəm sənin qarşında. Nəyə görə? Ona görə demişəm, nə sözü var, nə nəməri var, stoluma gətirsin. Mən heç vaxt getmərəm kimsə stoluna. Anladı, bax belə. O da bir istedaddır. Vallahi o da bir istedaddır. Elə bir əlləri ilə qoyublar ciblərini, bilirlər kimdən var. Elə bilir, pulu var, hamı buna əyilməlidir, baş əyməlidir. Yox, bircə baş əyələsə bir məxluq var, o qurban olduğum Allah. Allah, bəli. Bir dənə onun qarşısında mən baş əyərəm, heç kəsin qarşısında mən heç vaxt baş əymərəm. Canı verən odur, hər şeyi verən odur, ruzunu verən odur, nəfəsi, hər bir şeyin yaradan Allahdır. Allahın qarşısında baş əymək lazımdır. Kimdir ki? Nə olsun? O varı ona bugün verib, sabah o varı ondan ala bilər. Düz deyil. Ona görə də şükür Allahın məsələdir. Bir də ürəyindən əgər doğrudan təmiz niyyətlə nə keçirsə, o keçir ki, doğrudan mən buna nəmər vermək istəyirəm. Gətir bura verdi. O qədər məclislər olub, rəhmətli bir nazirimiz vardı, mənim adını deməyim, Yavər Camalov, Allah ona qəni rəhmət eləsin. Demək, o nəvəsinə ad günü eləyirdi. Bir çox müğənnilər dəvət eləmiş, Nasib Hərisindən tutmuş, Brilliantına qədər. Yəni, aşıqlardan da bir dənə məni dəvət eləmişdi. Çox Bakının gözəl bir şadlıq saraylarının birindeydi. Təsəvvür eləyin, o vaxt Aslan İlyasov da sağ idi. Demək, bax, belə yekə bizim üçün bir stol qurmuşdu həmin o şadlıq evində. Müğənnilər də oturmuşdu. Musiqiçilər üçün ayrı. İnanın, hər 10 dəqiqədən bir oğlu, yəni Allah can sağ olun, nəmər göndərirdi. Yəni, da işarə vermirdi ki, gəl mənim stoluma. Yəni, o cür insan... O gözəldir, Şərmin müəllim. Əlbəttə. Zaten bu sənət adamların həmişə el-oba, xalq, millət dolandırır. Ürəyindən keçirsə, onun sənətinə hörmətiniz varsa, insanlığına hörmətiniz varsa, o nəməli həmişə bu belə olub da. Aşıqlarımızdan tutmuş,
Deyir o yaxşı Aşıq Ələsgərin sözüdür. Günortaya qədər ac qalır. Günortadan sonra onun yeməyi var. Bəli. Tabii bu bir mənalı belədir. Amma Yaxşı çox sənətkar. yaxşı sənətkardır, yaxşı aşıq. Amma çox təəssüf ki, bugün o abırını həyasından qısılan insanlarımız, yaxşı mənada sənət dostlarımız, bir də görsən, belə mat-məhtər qalırlar. Hərəkətlərinə. Şadlıq evinin qapısından içəri girəndən birbaşa hücum stolları olur. Var bir adamlar. Elələr, inas mən Restoranın müştəriləri də qaçır onların əlindən. Vallahi bax inciməsinlər. Aşıq Zülfiyə deyir ki, bax mənə deyibdi. Bizim Aşıq Zülfiyə deyir mənim bütün restoran işlədir də Zülfiyə xanım, tamaşaçılarımız bəlkə də bilirlər. Bəli. Deyirlər mənim müştərilərim, özü mənə deyir ki, mənim müştərilərimi bu şairə qadınlar qaçırtdı. Valla, şairə qadınlar, hərəsi deyirlər bir kitab vurub gəlibdir. Salam əleykum. Ay bala, bu çörək yiyənə Kitab almağa gəlmir. Sənin kitabının nə dəxli var? Bura kitabxanadır, yoxsa yazıçılar birliyidir. Cəmaət gəlib burada çörək yeməyə. Valla, demək ki, cibinə 200 manat qoyub ki, gəlin çörək ye. Çatana kitablarını görsədilər. Nə var arasına pul təzə qoysunlar. çıxıb. Özdə deyirlər təzə çıxıb, təzə işıq üzü görüb. Siftəsini sənə oxuturam. Nə deyim valla. Allah hər birimizə can sağlığı versin, halal rozumuzu, bərəkətimizi yetirsin. Şairələrə belə baxmayın ha. Valla şairələr vurub müğənniləri, aşıqları keçib. Darışıqlar Azərbaycan şairə. Mən ilk dəfə də görürəm, şairə deyir, şairələr başlayıblar aparıcılıq eləməyə, şairələr başlayıblar, az qala da oxuyalar. Yazdıqları da ki, heç nə. Yazdıqları da ki, heç nə, valla. Sumkasın belə gələnin içinə şey yazır və açırsan, oxuyursan, görürsən elə belə zir-zibir yığını, tulluysan gedir şey bihməyə, zad bihməyə. Namiq demişlər, duxovka yandırmağa. Valla o qədər Kolunkaya. mən Nəfis Nizaminin, Füzulinin elə kitabları çıxmayıb. Nəfis tərtibat, indi kimsə çıxardıb da, bu aydın məsələdir. Çıxardıb, açırsan, oxuyursan, burada heç nə yoxdur, burada heç nə yoxdur, heç nə yoxdur içində. Bir dənə o kitabın içində İstəmirəm də, sonra deyəcəklər Samir elədi. Sonra mən şey eləyəcəklər, ölkə ilə bir eləyəcəklər ki, indi şair, amma həqiqətən belədir, heç şairə də deyilsiniz axı. Valla deyilsiniz, nə şairsiz, nə şairəsiz. Sadəcə söz yığın, bir kəlmə ondan uğramısan, 5 kəlmə bundan uğramısan, tap batırıb yazımsan, adını da qoymuşsan şairə. Kitabı budur, əsl şairə, əsl şair. Nə gəzir kafelərdə, restoranlarda, kitabı qoltuğunda, salam əleykum gəlmişəm. Müəllim təzə çıxıb kitabım. Nə var, müəllim oxumamış, eləməmiş, arasına 5 manat pul qoysun. Valla ayıbdır. Olan deyirsiniz də. Hə? Olan Həqiqətən belədir. Həqiqətən deyirlər. Bütün sahədə var elə şeylər. İnansan Zülfiyə xanımın özünə deyiblər ha. Bu şairələrin əlindən bura gələ bilmirik, deyir. Restoranlarda, indi bu Şahin açdığı yerdə elədi. Ay başım, bura çörək yeməyə gəliblər də. Görsən o da getmir stollara. Deyir, mənim yerim buradır, səhnədir. Cumurlar, sonra müştəri də gəlmir sabah o restorana. Hətta o deyir, burada adamı o günkü soyurlar. bir məclisdə olduq səninlə Bahəm. Sən də o məclis aparırdın Hə. restoranda. Hətta Şahin özü də tanımış orada bir aşığımız vardı. Dedi stollara nə badə. Niyə sən yenə də getdi, o gəlmiş canlı. Dedi, stola getmir, mənə tapşırır, valla mənim nəyimə lazım. Bunlar artıq örgəşiblər, belə pis olmasın, sırtılıblar. Bunlar Mümkün deyil qabağını almağa. Üzləri sırtılıb da Özünə sənəyə hörmət görə. edən getmir də. O qədər gediblər ki elə. Bax, tanımadı. Salam əleykum, müəllim, o özündən bu üzrə öpür, oturur yanına. Biraz indi yeyib içmək məclisidir. Aydın məsələdir. Oradan da biraz istifadə edir. O, deyir, o içkili başda olmaz. Onlara ucu da örgəşib, bu sifət ucu örgəşib. Ay bu... Tək yəni aşıqlardan deyiləm, elə müğənnilər də var. Hə, tək aşıqlar deyil, müğənnilərdən də var. Yəni elələr də var. O günləri bir danışaram, sənə şoka düşərsən. Bir ad gününə, ifanın da vaxtıdır, bir ad gününə getmişəm. Elə bir ki, bar kimi bir yerdir də Kəmalə xanım. Mən cavan adamam, belə çıxmasın. O ad günü olan adam mənə çağırıb. Getdim də gördüm, gənc müğənniləri çağırıb, Tural Sədalı, bu tip adamları da. Qəşəng də, samballı da məclisi idi, qonaqları vardı. Bir yaşlı başlı, bir 60-65 yaşında. Xətrini çox istəyirəm, valla, o da gəlib oraya. Və soruşdum ki, o ad günü olandan qonağımız desin, deyir, yox, mən çağırmamışam, bunu kim çağırır?
Neysə belə məlum oldu ki, orada Qonaqlardan biri. qonaqlardan biri çağırıb da. O da düzgün şey deyil. Cəmaatın ad günü bəlkə ondan zəhləsi gedir. Nəyə çağırmısan bunu? Məsləhətdaş çağırdı. Hə də məsləhətlər. Nəsə gəlib bura. Bir durmur dayanmır mənə sözlər oxuyurum. Durmur dayanmır. Görür ki, məsələn pul zat xərcləyirlər. Day belə sel-sudur pul. Day bu qalıb iki daşın arasında. Kim mənə söz verir? Mənə söz verir. Söz vermədim. Başqasına söz verdim. Bir də gördüm. Buradan dur, ged otur başqa müğənninin stolunda. Mikrofonu əlindən al. Güya bunlar bir yerdə oxuyacaqlar da. Yəni bu da qazansın. Yəni belə də lazım deyildi. Da yığdırırsan, alırsan. Hörmətsiz kimi çıxır. Adam deyir səni çağırmamışam. Bunun burada nə işi var? Valla. Kimdən ifamız olsun? Kimdə oldu axırıncı? Sizdə indi Kəmali xanımlar. Buyurun. Sevmişəm səni yarım, özümdən çox sevmişəm. Kainatın güləşi, sevginə bələnmişəm. Sevmişəm səni yarım, özümdən çox sevmişəm. Kainatın güləşi, sevginə bələnmişəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz neylərəm. Toya gəlib əzizlər, dillər dualıdır. Dur oynayaq ay yarın, əlləri xınalıdır. Toya gəlib əzizlər, dillər dualıdır. Dur oynayaq ay yarın, əlləri xınalıdır. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən neylərəm. Rəna yaz eşq nəğməsin, sevincimiz dolaşsın. Ata qardaş sevinsin, anan bacın əl açsın. Rəna yaz eşq nəğməsin, sevincimiz dolaşsın. Ata qardaş sevinsin, anan bacın əl açsın. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Eşqi xonça eylərəm, tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz eylərəm. Eşqi xonça eylərəm, mən tər çiçəyim söylərəm. Şükür bəxti yazana yarım, sənsiz mən eylərəm. Təşəkkür edirəm. Çox sağ ol Kəmalə xanım. Gəlin əyləşin. Maşallah olsun, maşallah olsun. Hə, bir ad günü təbriki bizdə var, onu da eləyim. Yazıblar mənə. Kim yazıb? Kim yazıb? Bircə dəqiqə. Hə. Deməli, salam Samir balam, səni narahat edən Masallıdan Mehbarə nənədir. Xoşdur.
Bugün Tomris nəvəmin doğum günüdür. 7 yaşı tamam olur. Onun atası Şamxal müəllim, anası Nigar, bacıları Mehbarə, Gülay, bibləri. Hamısı təbrik edirlər. Allah sənə bir qalandan çoxlu nəvə nəsib eləsin. Çox sağ olun. Əgər mümkündürsə, Şamil müəllim nəvələr haqqında bir mahnı oxusun. Bilirsiniz, Mehbarə xanım, əvvəla təbrik edirəm Tomris balamızı. Amma biz proqramı öncədən canlı efirdə də ansambl olsaydı Məmnuniyyətlə. bizdə ansambl yoxdur deyə biz mahnıları öncədən seçmişik, öncədən təyin eləmişik o səbəbdən. Amma belə repertuarında var da nəvələr üçün, hə? Hə? Nəvə mahnısı var repertuarında? Yox, var ya, amma sən demişsən. Gecdir. Sən demişsən. Bəli, gecdir. Biz də təbrik eləyirik. Amma onun şərəfinə başqa bir mahnı oxuyarıq. Yaxşı, oxuyarsınız. Heç bir narahatçılıq yoxdur. Sərət, Allah sənin də nəvə qismət eləsin. Sağ ol, təşəkkür edirəm. Allah hamının balasını Cavan baba olasan. Oğlun da var da? Bəli, var. Bir dənə oğlun var. Bəli, Neçə yaşı var? 5 yaşı var. Maşallah. Sən özün neçənci ilənsən? 85. 85. Böyük uşaq neçə yaşı var? 6 yaş keçdi. 6-cı sinifdə. Gec evlənmirsən onda? 27 yaşım. 12 yaşı var da oraya. 27 yaşında? Bəli. Biraz gecki var, yoxsa yox? Elə yaxşıdır valla. Yaxşıdır Vaxtı məncə. idi. Elə oğlan üçün məncə yaxşı. Kəmrə xanım, siz neçə yaşında ailə Mən qurmuşsunuz? 26 yaşımda. Bu ayın da 23-ü özür istəyirəm böyüklərdən. Yəni 20 ildir ki, 20 illiyimiz tamam olur. Ailə qurmağımız. Bəli. 20 il. 2005-ci ildə oldu da. İyulun 23-ündə. Ha, amma Kəmrə xanım, həmən başa toyla zadla gəlin köçmüsən, hə? Və nə? Uy! Və xına yaxdım oldu. Zaksımız Sadət sarayında kəsildi. Yüksək səviyyədə, Yüksək səviyyədə. Toy burada oldu yoxsa rayonda? Deyirsən olmasın, palatkada olmuşsa. Restoranda. Niyə yoldaşın Hə də, orada olmadı. Yəni oğlan qız toyu bir yerdə oldu, Bakıda. Bakıda oldu? Çox gözəl bir də toy ki. O vaxtda münasibətimiz yoxdur deyəsən. Mən yox etmişsin toyda. Bütün sənətçilər. Sən o aparıcı kim idi toyda? Yadımdan çıxıb. Amma mən toyumu Bahar Lətif qızı aparıb. Bahar Lətif qızı aparıb toyumu və digər də müğənnilər də hamısı da gələnlər hamısı da oxuyub. Hə, bəli. Amma sırf toyumu Bahar özü aparıb. Razı qaldın yoxsa yox? Əlbəttə. 20 il bundan qabaq. Onlar Baharın da tezə çıxan vaxtları idi də. Çox gözəl də toy keçdi. Şaməm, sənin toyun Palatkada olar. Mənim toyum yox, burada restoranda olur. Harada? İndi qabaqları şeydir, 87-ci ildə. Bu mübarək restoranı var idi. İndi mübarək şadlıq evidir. Xətayda. Yox, hə, Xətayda yuxarıda, hə. Orada olub 87-ci ildə. Təsəvvür eləsən ki, videoda yox idi o vaxt. Videoda bir nəfər də var idi, Sadə Saranda işləyirdi. Yahudi var idi onda. Nə qədrə elədik ki, o bir ay qabaqdan da düşə bilmədik ki, bu toyu çəkdirək. Ay cədəvə. Bir dənə video çəkən var, video aparat var idi, yəni çəkən. O da Allah bilir neçə gedirdi vaxtlar. Getməklə əlavə vaxtı Vaxtı yox yox idi. idi. Təzə-təzə var şeydi, Bakıda yox idi onda. Bir heyfsilənirəm ki, o boyda bütün sənətkarlar orada iştirak elədi. İştirak elədilər. Hamısı. Şunun bütün o dönəmlər, hələ sən... 87-ci ildə artıq mən populyar idim. O dövrdə? Aha. 87-ci Ən belə populyar vaxtların neçənci illər olub? Belə 87-dən başlayıb düz 2000 neçəyə qədər. Hansı mahnı ilə belə populyar? Sən dediyin qonşu Qonşu qızıdır, qızı, nə bilim, qardaş bu ceyranı hardan almısan, nə bilim, o qədər mahnılarım var, adı yadındadır, Ah bu subaylıq. Ah bu subaylıq, subaylıq. Çox mahnı. Kasetlərlə məşhurlaşmışdınız da, hə? Onda elə idi ki, Samir, televizor Biraz TV idi də. reklam. Düzdür, mən çox çıxırdım ASTV-yə o vaxt. ASTV-yə çıxırdım, amma ən əsas reklam kasetləri idi öz avtovağzalda. Köhnə avtovağzal var idi. Orada kimin səslənirdi, deməli o Moddadır. moddadır. Necə getdi magnetofon dövrü. Onda bütün rayonlara gedirdik. Səhər saat 10-dan saldılar bizi toyxanaya.
gəlindi saat 3-ə qədər, 4-ə qədər orada, elə hər gün. Günlər Oraya, oldu. canım, buraya. İndi müğənnilik eləməyə nə var ki? Orasında qalıb. Bizim şifahi məlumatımızın Kameralar vaxtında çoxalır. izləyək, davam edəcək. Sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkür bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Dedim yar məni atma, məni özgəyə satma. Yarım gəl məni atma, məni özgəyə satma. Dedim yar məni atma, məni özgəyə satma. Nolar gəl məni atma, məni özgəyə satma. Yarım ağladı getdi, qolum bağladı getdi. Nə güldüm, nə
tamaşaçılarımız, sağollaşıram sizlərlə. Qonaqlarım yola saldım, getdilər. Mən də gedirəm, çünki sabahları eyni saatda evlərinizdə qonaq olmaq üçün getməliyəm ki, sabaha xüsusi hazırlaşaq. Görüşərik, özünüzə yaxşı baxın. Allah'a əmanət olun.